Salam mənim əzizlərim, mənim kanalıma xoş gəlmisiniz. Hər birinizi salam eləyirəm. Hər birinizə can sağlığı, bol ruzu, bərəkət arzulayıram. Mən bu günlərim Türk qardaşlarımızın qoxmasından börək hazırlayıram, su börəyi. İstədim sizinlə də bölüşəm. Mən börəyin içliyi üçün götürmüşəm ıspanaq. Ispanaqları doğradım xırda-xırda, duzladım, stotladım. İndi əlimdə əzişdirirəm, pişirməyəcəm adıyla. Elə əlimdə pişirdim. 200 qram pendir tyorkadan keçirdim. 400 qram da şor. İndi bunları da yaxşı-yaxşı qarışdırıb, sonra başlayıram xəmirin hazırlamağa. İçlik çox gözəldir. Bundan önce ikincisi, üçüncü səfərdə mən eləyirəm bu içliklə. Çox dadlı çıxır. 6 dənə yumurta götürdüm xəmir üçün. 1 qaşıq duz, 1 stəkan ev temperaturunda su, 600 qramacan da un. Yəni mən başlayıram xəmiri yoğurmağa. Çox bərk, çox da yumşaq olmayan xəmir alınacaqdır. Xəmiri mən yoğurdum, qutardım. İndi hissələrə bölürəm. 12 dənə kündə elədim. Hardasa 90 qrama yaxın kündələr alındı məndə. Canlarım mənim bir balanca biraz çətinliklə açılır. Adi lavaş xəmiri deyil də. Bunun da yumurtası çoxdur. 6 yumurta vurdumuşam. Ona görə biraz gec açılır lavaşlar. Çox gözəl alınacaqdır. Heç birisi cırılmadı. Çox qəşəng çıxdı. Həmişə kimi. Allah canınıza can sağlığı versin. Qolunuza güc, qüvvət versin. Suyu da qoymuşam qaynamağa. Listin içine yağlı kağız koydum. Birinci cərgəni suya pişirmədim. Elə yaydım, koydum. Yağladım, koydum listin içine. Alt listi. Birinci cərgəni. İndi bunu pişirirəm. Sonra da soyuq suya salıb. Çox saxlamaq lazım deyil. 4-5 saniyə. Elə 5-ci sayıb götürürdüm mən. Elə də eləyim. 5 dənə cərgə qoyandan sonra 5 dənə yuxarı qoyandan sonra indi içliyin qoyuram. Əlavə eləyirəm. Əlavə elədim. İndi başlayıram daşı yayıb düzəltməyə. Çox gözəl çıxır. Çox necə deyərlər, neobычный dadı olur. Hər listi də qoyduqca da yağlanılır. Aralarına hardasa 150 qramacan yağ gedir. Mən axırıncı yuxanı yaydım, pişirib, soyuq suya salıb, qoydum üzünə. Üzərinə yağlayıb, küncütləyib, qəşəng qoyuram tuxovkama pişməyə. Maşallah, Allah hər birinizin süfrənizə bərəkət versin. Piroqum hazırdır, tuxovkadan çıxartdım indi. Çox gözəl xırtıldılı, çox gözəl dadlı, qıpqırmızı qızarıb, altı da üstü də nar kimi. Su börəyim əla çıxıbdı. Baxan gözləriniz var olsun.